Salam əziz dostlar, əziz təsərrüfatçılar. Bu linkdə olan adam maşennik, cəmaatı dayanmadan aldadır. Dünən axşam saat 10 belə də axşam uçağı bir özünə belə bir TikTok səhifə açıb. Dünənlə bu günə özü 3127 dənə podpisçik yığıb. Burada olan bütün videolar hamısı bizə aid olan videolardır. YouTube kanalımızdan və digər təsərrüfatçıların YouTube kanalından, TikTok kanalından yükləyir özünə. Biri mən 7 dənə mənim burada videom var. Bu 27 videodan 7 dənəsi mənimdir. Dünən gecə paylaşıb birinci videosu. 19 saat bundan qabaq paylaşıb. Deməli 5 manatlıq, 6 manatlıq malı qoyur 2 manata. 7 manat 50 qəpiklik qaz balasını, burada bu gördüyünüz burada indi burada mənəm. O mənim TikTok kanalımdan videomu özünə yükləyib və o videonla da 4 manat 50 qəpiyə cəmaata qaz qoyub burada. 4 manat 50 qəpiyə. Cəmaatı belə aldadır. Cəmaat da ona beh attırır. Nə nömrəsi var, nə də məkanı var. Bizim bu videolarla bu adam nə edir? Cəmaatı aldadır. Keçək digər videosuna. Bax burada. Bax 100 neçə min adam baxıb buna dünəndən bu günə. Zəhməti ilə yaşayır. Kim ki əlinin qabarı ilə yaşayır. Valla ən dəyərli əl onlardır. Haram pulu sayan əllərə nə var ki? Bax burada Joa özünü tanıtdırır. Bu video mənimdir. Bax indi çəkəcəm o atacam. Bax həmən bax yerdir. Bax həmən yerdir. Bax bura. Həmən setkadır. Bax bu daha. Həmən setkadır. Bu videonu mən YouTube kanalımda, TikTok kanalımda paylaşmışam. Bu da oradan uğurlayıb sifariş 50-dən yuxarı olarsa 4 manatdan da verirəm. Cəmaat bax burada yazıb. 299 nəfər yazıb burada. İndi nə qədər adama atıb rayonlara çatdırma zat pul atmayın. Kişilər bu Pierre bəy yazıb ona 5 dənə istə. Burada yazıb. Cəmaat yazır. Necə 4 manata ola bilər ki 7 manat 50 qəpiyə qaz balasıdır. Yəni bu ucuz qoymaqla cəmaat məsəl üçün yazır ki buna adresi at. Mən bunun bütün SMS-lərə gələn SMS-lərin hamısına baxıram. Kim buna deyir rayonlara göndərə bilərsən yazır direktə yaz və orada cəmaata kart göndərir və cəmaat buna kart atır. Orada da cəmaatı nə edir? Həm aldadır. Bax belə. Ona görə də bu adama kimdir? Elvin Məmmədov. Bunu paylaşın dayanmadan. Heç kim buna atmasın. Qoyub Xarkov toyuğunu kiminsə kanalından skaçet eləyib 9 manatlıq çolpaları qoyub 4 manat 50 qəpiyə. Çatdırılma var. Cəmaat da burada yazır. 113 nəfər gecədən bu günə qədər 15-16 saat ərzində atıb yazıb. Ki Joa bu kişi kimi çörək kazanır bu adam, bu Elvin Məmmədov cəmaatı aldatmaqla məşğuldur. Beh attırır cəmaata pulun vurur. İndi kimi 100 manat atır, kimi 200 manat atır, kimi 200 dənə qazın pulunu ödəyir. Senari qoşulub cəmaatı aldadır. Aldanmayın, ay cəmaat. Baxın, bu adam paylaşın dayanmadan buna baxın. 1 manata qaz ördək balası qoyub. Hadi yan bir dəqiqə. Burada mənim 7 dənə videomu. Mən xahiş edirəm, kim bu adamın qarşısını qabağını ala bilərsə alsın. Yəni cəmaatı dayanmadan aldadır bu. Beh attırır, karta pul vurdurur, cəmaatı aldadır. Və insanların videosunu paylaşır. Bu adamdır. Xahiş edirəm bunu paylaşın sosial şəbəkələrdə. Qoy bu adamı cəzalandırsınlar.